Ukrayna xüsusi xidmət orqanları iyunun 1-də Rusiya ərazisində Rusiyaya qarşı bir əməliyyat həyata keçirdilər. Söhbət hörümçək toru əməliyyatından gedir və bu əməliyyat hazırda dünya mediasının gündəmindədir. Bunun əvvəlcə siyasi tərəflərinə toxunardıq, çünki bir növ Ukrayna bu hücumla güc şousu göstərmiş oldu. Ukraynanın bu müharibədə qələbə qazanacağına olan inam da artdı. Bunu dəyərləndirirsiniz, buna şərhləyəcəksiniz. Əslində bu hörümçək toru əməliyyatının əsas hədəfi mənim fikrimcə hərbi hədəflərdən, hərbi məqsəddən daha çox siyasi hədəflərə hesablanmışdı. Və diqqət etmək lazımdır ki, bu əməliyyat İstanbul görüşündən bir gün öncə tətbiq edildi, həyata keçirildi. Burada məqsəd təbii ki, ilk öncə, yəni cari dövr üçün İstanbul görüşündə masada müzakirə edilən məsələləri dəyişdirmək, yəni gündəmi dəyişdirməkdir. Ümumiyyətlə isə Ukrayna bununla müqavimət göstərə biləcəyini nümayiş etdirdi. Yəni burada bir neçə kontekstdə dəyərləndirsək, Ukrayna birincisi Rusiyanın heç də məğlub edilməz ölkə olmadığını bir daha sərgilədi. Hansı ki, indiyə qədər, yəni 3 il ərzində öz müqaviməti ilə buna nail olub. Amma burada ən önəmli məsələ odur ki, Ukrayna bu məsələdə ilk öncə bir növ Amerika, yəni Trump administrasiyasına göstərmək istəyir ki, Rusiya heç də onların gözündə böyütdüyü qədər güclü deyil və Ukrayna Amerikanın dəstəyi olmadan da Rusiyaya qarşı müqavimət göstərə bilər. Çünki Trump administrasiyasının əsas tezisi budur ki, Ukrayna Rusiyanın şərtlərinə qəbul etməlidir. Çünki Ukraynanın döyüşmək, müqavimət göstərmə qabiliyyəti yoxdur. Məhz İstanbul görüşündən öncə Ukrayna tərəfi bu cür əməliyyatla dediyim kimi, yəni Rusiyaya qarşı birincisi təslimçi sülhə razı olmayacağını göstərdi. Çünki İstanbul görüş masasında müzakirə edilən məsələ aşağı-yuxarı Ukraynanın təslimçi sülhü deməkdir. İkincisi, Amerika göstərir ki, həm ümumiyyətlə dünya göstərir ki, Rusiya heç də məğlub edilməz ölkə deyil. Və üçüncüsü isə Amerika başda olmaqla Ukraynanın Rusiya təslim olmasını istəyən qüvvələr, ölkələrə sərgilədir ki, onlar təslim olmayacaqlar. Yəni hətta onların dəstəyi olmasa, yəni Amerikanın dəstəyi olmasa belə, özünün tərəfdaşlarının, hansı ki, bu Avropa ölkələri adlandırmaq olar, bunların dəstəyi ilə, bunlarla birlikdə Rusiyaya qarşı müqavimətə davam etdirəcəklər. Fikrimcə, əsas məqsəd, əsas hədəf bu idi, siyasi hədəflər. Təbii ki, bunun biz İstanbul görüşünün nəticələrinə baxdıqda hesab etmək olar ki, Ukrayna aşağı-yuxarı İstanbul masasında buna nail oldu. Yəni təbii ki, Rusiyanı geri çəkmək, öz tərəflərindən geri çəkiləcəyini inandırıcı deyil, bunu Kiyev də anlayır. Amma ən azından masada Ukrayna öz əlini gücləndirməklə, yəni dediyim kimi təslim olmayacağını nümayiş etdirdi. Məhz bunun İstanbul görüşündən bir gün öncə həyata keçirilməsi də buna hesablanmışdı. Eyni zamanda bu əslində həm də ilk hücum deyildi. Bundan əvvəl Krım körpüsünə hücum edilmişdi. Bu artıq növbəti əməliyyatdır. Daha növbəti bu kimi əməliyyatlar sizcə gözləniləndimi? Əslində bu əməliyyatın əvvəlcə qeyd etmək lazımdır ki, bu əməliyyatın xüsusi tərəfləri nədən ibarətdir? Ukrayna ordusu, yəni Ukrayna tərəfi əməliyyatı Rusiya sərhədində həyata keçirmir, yəni sərhədə yaxın ərazidə keçirmir və yaxud da ki, hava hücumu ilə Rusiyanın müəyyən bir hərbi obyektlərini vurmuyor. Burada söhbət sərhəddən 2000 və 4000 kilometr uzaq məsafədə olan Rusiyanın bombardmançı təyyarələrinin yerləşdiyi hər aviabazaların vurulmasından gedir və bu aviabazada yerləşən həmin o bombardmançı təyyarələr həm də nüvə başlığı daşıyanlardır. Kifayət qədər bahalı silahlardır. Yəni bu əməliyyatı incələdikdə görünür ki, Ukrayna həm kəşfiyyat baxımından, həm də bu cür spesifik əməliyyatları həyata keçirmək baxımından, hərbi strategiya baxımından istənilən ayrıla bilər. Bu Krım körpüsündən fərqli olaraq, yəni bu əməliyyat fikrimdə daha genişdir, daha rezonanslı olur və burada ən önəmli məsələ Rusiyanın təhlükəsizlik baxımından əslində imicinin darmadağın olması deməkdir. Fikrimcə bundan sonraki əməliyyat əslində İstanbul masasında son nəticəyə baxdıqda, ümumiyyətlə Rusiya və Ukrayna arasındakı siyasi və hərbi müstəvidə baş verən proseslərə baxdıqda hesab edirəm ki, bundan sonraki dövrdə də biz paralel şəkildə həm danışıqlar masasında müzakirələrin gedəcəyini görəcəyik. Çünki İstanbulda anlaşma əldə edilməsə belə iyun ayının sonunda yeni bir görüşün davam etdirilməsinə bağlı müəyyən bir təklif var, razılaşma var. Yəni bu o deməkdir ki, tərəflər nə qədər cəhbədə döyüşsələr də həm də anlaşmağın da tərəfdardılar. Təbii ki, bu tələblərinin dəyişməsi demək deyil, amma ən azından ortaq bir məxrəc var ki, bu məsələ danışıqlar masasında həll edilməlidir. Amma buna paralel olaraq biz hərbi müstəvidə qarşılıqlı addımları görəcəyik. Sadəcə olaraq artıq bu qarşılıqlı addımların mənim fikrimdə cəhbədə, yəni Donbas ərazisində olacağı ehtimal çox azdır. Çünki artıq orada
Rusiya ordusunun da mövqeyi bəllidir, Ukrayna ordusunun da. Və burada tərəflərin hansının irəliləməsi ehtimalı zəif görünür. Yəni artıq yəni o imkanları da zəifdir, kifayət qədər. Yəni cəbhədə irəliləmək, böyük ölçüdə irəliləmək. Amma bunun fonunda biz hərbi müstəvidə addımlar daha çox qarşılıqlı zərbələr görəcəyik, raket zərbələri. Artıq yəni Ukrayna tərəfinin əməliyyatından sonra Rusiya tərəfi də artıq zərbələr endirməyə başlayıb. Və xüsusən yaşayış əraziləri var, Odessa və digər ərazilərə. Bu mənim fikrimcə Rusiyanın məhz yaşayış ərazilərinin vurması hazırda Ukrayna xalqının ümumiyyətlə, yəni Ukrayna ictimaiyyətinin müharibəyə qarşı mövqeyini gücləndirməkdən, bir növ Zelenskidən tələb edirlər ki, belə bir fikir yaratmaq istəyirlər ki, ölkə daxili ictimai rəy də Zelenskidən artıq təslim olmağa tələb etsin. Belə bir əvvəldən əslində var bu cür planlar. Hesab edirəm ki, Ukrayna tərəfində, yəni bundan sonra Ukrayna Rusiyaya qarşı ata biləcəyi addım döyüşlərin, yəni müharibənin getdiyi cəbhədən daha çox, yəni bu cür spesifik əməliyyatlar ola bilər. Həm Rusiyanın hərbi bazalarının vurulması ola bilər, həm Rusiya sərhədə yaxın ərazilərdə hansı Kurskda həyata keçirmişdi. Bu cür əməliyyatlar ola bilər. Burada əsas məqsəd yekun məqsəd olur ki, masada əlini gücləndirmək və Rusiyanı öz maksimalist tələblərindən geri çəkilməyə məcbur etməkdir. Yəni belə anladıq ki, burada sadəcə məqsəd masada Ukrayna Rusiyanı öz istədiyi vəziyyətə gətirməkdir. Çünki yəni cəbhədəki vəziyyətə heç bir halda təsir göstərməyəcək. Bu təsir kifayətlə azdır. Yəni çünki ümumiyyətlə Ukrayna indiyə qədər 3 il ərzində Amerikada başlanan qərb silahlarıyla Rusiyaya qarşı döyüşüb. Bu döyüşdə tam istədiyindən ayrıla bilmədi. Hətta proses cəbhədə Ukrayna əleyhinə vəziyyət rəsmi Kiyevin böyük əks-hücum əməliyyatı həmin dövrdə başladı. Yəni əslində qərb ölkələrinin özü də silahı verirsə bunun nəticəsini gözləyirlər. Və Ukrayna tərəfi ötən il belə bir əməliyyat keçirdi və bu əməliyyata böyük ümidlər bəslənirdi. Amma bu həmin əməliyyatın uğursuz olmasından sonra artıq bundan sonraki dövrdə mən hesab edirəm ki, yəni Rusiya ordusu zəbt etdiyi ərazilərdə kifayət qədər güclənib və möhkəmlənib. İstehkamlar qurublar və onlar müəyyən bir xətt çəkiblər. Həmin xəttdən Ukrayna tərəf cəbhəsinin, Ukrayna ordusunun olduğu istiqamətdə müəyyən bir irəliləyiş olsa da və yaxud da geri addım atsa da həmin xəttdən geri çəkilmirlər. Yəni bu kontekstdə baxdıqda cəbhədə vəziyyətin dəyişəcəyi ehtimal azdır və nəzərə almaq lazımdır ki, əvvəl, yəni ötən il deyək ki, Ukrayna böyük əks-hücum əməliyyatı keçirdiyi vaxt Amerikanın dəstəyi var idi. Buna rəğmən nəticə əldə edə bilmədilər, amma bu gün Amerikanın dəstəyi əvvəlki kimi deyil və bu kontekstdə biz baxdıqda yəni ehtimal az görünür. Və nəticə etibarilə dediyim kimi, burada Ukrayna tərəfi də anlayır ki, bu yekun məsələ masada həll edilməlidir. Rusiya tərəfi də, çünki Rusiya üçün də əslində şərtlərinin qəbul ediləcəyi ən unikal vəziyyətdir. Amma indi məsələ odur ki, tərəflərdən kim geri çəkiləcək, hansı tələblər dəyişəcək, bu bir növ cəbhədəki vəziyyət həm də masada təsir edir. Ona görə fikrimcə əsas məsələ, əsas hədəf danışıqlar prosesindəki vəziyyəti dəyişməkdir. Bəs tərəflərdən hansının geri çəkilməsi daha çox gözə dəyir hazırda müşahidə edilir ki, bu tərəf daha çox meyllidir geri çəkilməyə qəbul edir? Yox, əslində indiyə qədər Ukrayna tərəfinin geri çəkiləcəyi gözləntisi daha çox idi. Xüsusən Trampın gəlişindən sonra və yaranmış vəziyyət ilk dövrdə, Səudiyədə aparılan danışıqlar, o cümlədən İstanbulda bundan öncə aparılan danışıqlarda. Çünki vəziyyət Ukraynanın əleyhinə idi. Amma burada vəziyyəti dəyişən bir sıra məqamlar oldu. Bunlardan birincisi biz Trampın əsas istəyi Ukraynadan resurs anlaşması idi, hansı ki bu anlaşma əldə etdilər. Yəni ona görə bir növ Trampın Ukrayna üzərinə getməsinin əsas səbəblərindən biri də bu idi. Bu anlaşmadan sonra artıq bir növ balans tam Ukrayna xeyrinə dəyişməsə belə müəyyən qədər bərpa edilməyə başlayıb. Digər tərəfdən Avropa ölkələri, yəni İngiltərə başda olmaqla Avropa ölkələri artıq daha geniş miqyaslı formada Ukrayna dəstək verirlər. Bu vəziyyətə görə Ukraynanın geri çəkiləcəyi ehtimalı artıq azalır. Yəni Ukrayna bir növ əli güclənməyə başlayıb. Təbii ki, bu o demək deyil ki, Rusiya tam geri çəkiləcək, amma mənim fikrimcə Rusiyanın taktikası fərqlidir. Yəni burada Rusiya tələblərini daha maksimalist formada qoyur. Yəni hətta bu gün İstanbul görüşündə irəli sürdüyü memoranduma baxdıqda Rusiya ordusunun olmadığı əraziləri də tələb edir. Yəni burada hesab edirəm ki, Rusiya da anlayır ki, bu qədər maksimalist tələbləri qəbul edə bilməyəcək. Amma adətən diplomatik danışıqlarda bu cür strateji addımlar olur. Yəni tələblər maksimalist qoymaqla ən azı özünün marağında olan minimal tələblərini qəbul etdirmək üçün bu cür addım atır. Bu kontekstdə baxdıqda biz hesab etmək olar ki, Rusiya tərəfi deyək ki, maksimal tələblərindən müəyyən qədər geri çəkiləcək, amma tam müəyyən qədər. Amma yekunda olaraq, tam olaraq deyək ki, Ukrayna istədiyi kimi
Ukraynasından çıxacaq və yaxud da bu tutduğu ərazilərdən tamamilə imtina edəcək, o cümlədən Ukraynanın NATO üzvlüyünü qəbul edəcək. Bunlar olmayacaq. Əslində biz daha öncə, yəni ötən ilki vəziyyətə baxdıqda bu ehtimal daha çox görünürdü. Çünki Qərb, kollektiv Qərb Rusiyanı məğlub etmək istəyirdi. Amma bu gün baxdıqda biz Qərb düşərgəsində də parçalanmanı görürük, xüsusən Amerikanın mövqeyi fonunda. Yəni bu deməkdir ki, artıq Rusiya Qərbdən Rusiyaya qarşı olan təzyiq də artıq xaçalanıb, zəifləyib. Yəni bu da Rusiya tərəfindən əlini gücləndirən məqamlardan. Aydındır, Asif bəy, təşəkkür edirik. Sağ olun, təşəkkür edirəm. Hörümçək toru əməliyyatında geniş şəkildə şərh etdiniz. Sağ olun.